40-cı bölmədə if I had known, I wish I had known. Yəni short conditional haqqında biz məlumat əldə edəcəyik. Keçmişə dair olan bir təəssüf hissi və yaxud da qeyri-real bir situasiya haqqında danışacağıq. A variantına baxaq. Study this example situation. Last month, Gary was in hospital for a few days. Keçən ay Gary bir neçə günlük xəstəxanada oldu. Rachel didn't know this. Rachel bunu bilmirdi. A few days ago, they met by chance. Bir neçə gün əvvəl onlar təsadüfən onlar görüşdülər, qarşılaşdılar. Rachel dedi, if I'd known you were in hospital, I would have gone to visit you. Əgər mən sənin xəstəxanada olduğunu bilmiş olsaydım, mən sənə baş çəkməyə gəlmiş olardım. I didn't know, so I didn't go to visit you. Mən bilmirdim, beləliklə də səni baş çəkməyə gələ bilmədim, yəni gəlmədim. Yəni keçmiş zamanla bağlı olan bir fikir ifadə ediriksə, bu zaman biz past perfect quruluşundan istifadə edirik. Past simple mood mövzusunda past simple indiki zamana, past perfect isə keçmiş zamanla bağlıdır. If I had known'un qısaldılmış formasıdır. This tells us that she didn't know before. Bu bizə deyir ki, o əvvəl bilmirdi, yəni bunu. We use if had to talk about the past. If I'd known, if you had done. Ifdən sonra past perfect quruluşu gələrsə, bu quruluş keçmiş haqqında danışarkən işlənir. I didn't see you when you passed me in the street. Küçədə sən məni ötüb keçəndə mən səni görmədim. If I had seen you, I would have said hello. Əgər mən səni görmüş olsaydım, mən sənə salam demiş olardım. Past perfect, would perfect ilə işlənir. They didn't go out last night. Keçən gecə onlar çölə çıxmadı. They would have gone out if they hadn't been so tired. Əgər onlar çox yorğun olmasaydılar, onlar çölə çıxmış olardılar. But they were tired. Amma onlar çox yorğun idilər. Yəni, mənadan da baxırıq ki, cümlə keçmiş zamanla bağlıdır və bundan başqa da qeyri-real bir situasiyanı ifadə edir ki, əgər yorğun olmasaydıq, çölə çıxardıq, amma faktik olaraq çölə çıxmayıblar. Yəni, bu qeyri-realdır artıq. If you had been looking where you were going, you wouldn't have walked into the wall. Sən hara getdiyinə baxmış olsaydın, sən divara gedib dəymiş olmazdın. But you weren't looking. Amma sən baxmırdın. The view was wonderful. Mənzərə gözəl idi, əla idi, möhtəşəm idi. I would have taken some pictures if I had a camera with me. A camera with me. Əgər kameram olmuş olsaydı, üzərimdə, yəni özümlə götürmüş olsaydım, mən bir neçə şəkil çəkmiş olardım. But I didn't have a camera. Amma mənim kameram yox idi. Artıq şəkil çəkməyim də mənim qeyri-realdır. I am not hungry. Gəlin müqayisə edək. Mən ac deyiləm, indiki zamandadır. If I was hungry, I would eat something. Əgər ac olsaydım, nəsə yeyərdim. İndidən söhbət gedir. Baxın, nə? Past simple, would verb quruluşu indiki zamanla bağlıdır. I wasn't hungry cümləmiz artıq keçmiş zamandadır. Birinci cümləmiz I am not hungry indiki zamandaydı. I wasn't hungry isə keçmiş zamandadır. Mən ac deyildim. If I'd been hungry, I would have eaten something. Əgər mən ac olmuş olsaydım, nəsə yemiş olardım. Bu isə keçmiş zamanla bağlıdır. B variantına baxaq. We don't say if something would have happened. We use would in the other part of the sentence. Biz if olan quruluşda past perfectdən istifadə edirik. Yəni would'dan istifadə etmirik. Would baş cümlədə işlənir. If I had seen past perfectdən istifadə etdik. Would have said isə bizim baş cümləmizdə işləndi. Əgər mən səni görmüş olsaydım, mən sənə salam demiş olardım. Not if I would have seen. Yəni ifdən sonra would işlənməz. The short form can be would or had. Biz həm had'in, həm də would'un qısaldılmasını apostrof d şəklində veririk. If I'd seen you, burada I had seen'dir. I'd have said hello, I would have said deməkdir. Qısaldılmış formasıdır. C variantına baxaq. Wish ilə bağlı. We use had done, known, been, etc. in the same way after wish. Biz wish'dən sonra da eyni yolla past perfect quruluşundan istifadə edirik. I wish something had happened. Nəyinsə baş vermiş olmasını istəyərdim. Yəni, kaş ki, baş vermiş olardı. I'm sorry that it didn't happen mənasını ifadə edir. Deyir ki, kaş ki, bu olmuş olaydı, deməli, bu baş verməyib. Əgər deyirəm ki, kaş ki, hadn't happened, əgər bu baş vermiş olmasaydı, deməli, bu baş verib. I'm sorry that it happened. Təəssüf edirəm ki, baş verib. Yəni, bir-birinə əksdir. Had happened'sa, deməli, baş verib. Hadn't happened'sa, deməli, baş verməyib. I wish I had known the Gary was ill. Kaş ki, deyir, Gary'nin xəstə olduğunu bilmiş olardım. Yəni, I had known deyirsə, demək bilməmişəm. I would have gone to see him. Mən onu görməyə gedərdim. But I didn't know. Amma mən bilmirdim.
I had known deyirsə, demək bilmirdi. I feel sick. Mən özümü xəstə hiss edirəm. I wish I hadn't eaten so much. Kaş ki deyir, bu qədər çox yeməzdim. Yeməzdim deyirsə, deməli nədir? Yeyib. I ate too much. Mən çox yedim. Do you wish you had studied science instead of languages? Dillər əvəzinə kaş ki, belə deyək, dillər əvəzinə kaş ki, elm fənlərini yəni öyrənmiş olardın, həyat bilgisini öyrənmiş olardın. Yəni buna görə təəssüf edirsən. You didn't study science. Deməli, təəssüf hissi keçirirsə və keçmiş zamanla bağlıdırsa, deməli, dilləri öyrənib, yəni həyat bilgisini, yəni science həm də elm gedir, yəni ilmi fənləri deməli öyrənmir. Compare. I'm glad I saw him. Mən şadam ki, mən onu gördüm və deyirəm ki, şadam. I wish I'd seen him. Kaş ki deyir, onu görərdim. Yəni, I had seen deyiriksə, deməli, mən onu görmədim. We don't say we should have. Bəli, wishdən sonra da biz would-dan istifadə etmirik. The weather was cold. Hava soyuq idi. I wish it had been warmer. Kaş hava daha yaxşı olardı. Hava daha isti olardı. Yəni biz burada wishdən sonra would-dan istifadə etmirik. Okay. Yəni biz əgər keçmişlə bağlı təəssüf hissindən söhbət ediriksə, bu zaman wishdən sonra biz would işlədə bilmərik. Burada təəssüf var. Yəni kəşke daha isti olardı. Çünki soyuqdur və mən daha çox isti olmasını istəyirəm. Soyuq olduğuna görə və yaxud da daha isti olmadığına görə təəssüf hissi keçirirəm. Bu zaman I wish-dən sonra would gələ bilməz. Əgər keçmişlə bağlı bir təəssüf hissi varsa. Yox, nəyisə baş verməsini istəyiriksə, okay, o zaman would gələ bilər. Bunu da biz növbəti bölmələrdə bilərik. Compare, gəlin D variantına baxaq. Would do and would have done. Gəlin would do və would have done quruluşunu müqayisə edək. If I had gone to the party last night, I would be tired now. Burada mixed conditionaldan söhbət gedir. Yəni burada bir növ second conditional'a qarışdırırıq. Belə deyək, biz bu məqamlara qrammatikada və yaxud da testlərdə qarşımıza çıxa bilər. Mixed conditional və mixed unreal conditional. Yəni second və third conditional qarışıq şəkildə cümlə daxilində verilə bilər. Gəlin baxaq. If I had gone to the party last night, baxın biz burada had gone-dan istifadə edirik. Amma burada would be-dən. Əslində qayda əsasən I had gone-dan sonra would perfect olmalıdır. Amma keçmişdə baş verən hərəkətin nəticəsi indi ilə özünü göstərirsə, biz would-dan veririk və burada would-dan istifadə edirik və burada now da bizə ipucudur. Deyir ki, və biz burada last night olduğuna görə past perfect-dən istifadə edirik, yəni past simple verə bilmərik. Mood mövzusunda, bax yadımızda saxlayaq, mood mövzusunda zaman bir adım geri gedir. Yəni biz əgər normal cümləmiz olsaydı last night-ı təbii ki past simple-dan verəcəyik, amma bu if-lə başlayan şərt qeyri-real şərt budaq cümləsidir və şərt budaq cümləsində last night varsa, deməli biz bunu artıq past perfect-dən ifadə edəcəyik, yəni past simple-dan olmaz. If I had gone to the party last night, əgər keçən gecə şənliyə getmiş olsaydım, mən indi deyil yorğun olardım. I am not tired now. İndi hal-hazırda mən yorğun deyiləm, amma dünən şənlikdə olsaydım, indi yorğun olardım. If I had gone to the party last night, əgər mən dünən şənliyə getmiş olsaydım, I would have met lots of people. Deməli, mən çoxlu insanlarla qarşılaşmış olardım. Bu keçmişlə bağlı. Yəni, əgər dünən gecə getmiş olsaydım, yəni keçən gecə getmiş olsaydım şənliyə, deməli, mən çoxlu insanlarla qarşılaşmış olardım. Burada bildiyimiz qaydadır. Yəni, past perfect, would perfect və hər ikisi keçmiş zamanla bağlıdır. Baxın, would have met olan hissə də keçmişlə bağlıdır. Yəni, dünənki mən şənlikdə olsaydım, dünən də çoxlu insanlarla qarşılaşacaqdım, yəni. Keçmiş zamanla bağlıdır. I didn't meet lots of people. Yəni keçmişdə çoxlu insanlarla qarşılaşmadım çünki nədir şənliyə getmədim. Compare would have, could have and might have. Biz demişdik ki, biz third conditionalda, necə ki second conditionalda olduğu kimi, third conditionalda da biz would perfect əvəzinə could perfect və might perfectdən də istifadə edə bilərik. If the weather hadn't been so bad. Əgər hava çox pis olmuş olmasaydı, we would have gone out. Biz çölə çıxmış olardıq. We could have gone out. Biz çölə çıxmış ola bilərdik. Would have been able to go out. Yəni çıxa bilərdik. Bunu edə bilərdik. Bilmək, bacarmaq. We might have gone out. Biz çölə çıxmış ola bilərdik. Yəni ehtimalı bildirir. Burada isə might, maybe we would have gone out. Ola bilsin ki, biz çölə çıxa bilərdik. Deməli, biz third conditionalda da would perfect, could perfect və might perfect quruluşlarına da istifadə edə bilərik.